Milli Məclisin üzvü Cavanşir Feyziyev studiyamızın qonağıdır. Cavanşir mənim xoş gəlmişsiniz, hər vaxtınız xeyir olsun. Gəlin ilk olaraq bir qədər öncə mən Paşinyanın açıqlamasını vurğuladım. Xüsusilə nəqliyyat dəhlizləri ilə bağlı bir məsələyə aydınlıq gətirdi və bildirdi ki, bunlar bizim dəmir yollarımızdır, bizim mülkiyyətimizdir və bizim nəzarətimizdə olmalıdır. Bu Rusiyaya hansı mesajı verir? Rusiya buradan özü üçün bir nəticə çıxarmalıdırmı və yaxud da bu ritorikanın qarşılığında Rusiyadan hansı adekvat addımların şahidi ola bilərik? Trip marşrutu gündəmə gətiriləndən sonra Rusiyanın Ermənistandakı dəmir yolları ilə bağlı davranışları dəyişib. Əslində, uzun illər əvvəl müqavilə əsasında həmin Ermənistan dəmir yollarının Rusiya şirkətinə konsesiyaya verilməsi Rusiya özü üçün bir təsir mexanizmi hesab edirdi və belə hesab edirdi ki, bu təsir vasitəsilə Ermənistandan istədiyini ala bilər. Məlumdur ki, 9 noyabr üç tərəfli bəyanatına görə də Rusiya Azərbaycanla Naxçıvanı birləşdirən dəmir yollarında söz sahibi olmaq fikrində idi və bu trip marşrutu bunu istisna edir və bu baxımdan Rusiya yenə də həmin təsir mexanizmini işə salmaq fikirləşirdi. Amma Ermənistanın düşünürəm ki, bu istiqamətdə bir neçə çıxış yolu var. Birincisi, dəmir yolları necə konsesiyaya verilib, o şəkildə də geri də alına bilər. Bunun da bir hüquqi yolları var. Hətta bu mümkün olmasa belə, tutaq ki, Ermənistan bundan imtina etsə, ola bilər ki, küllü miqdarda cərmələr ödəməli ola bilər Rus şirkətinə. Bu mümkün olmasa belə, Ermənistan həmin dəmir yollarına paralel olaraq özünün yeni dəmir yollarını yarada bilər. Yəni, bu da mümkün variantlardan biridir. Hər halda Ermənistan hökumətində hansı addımın atılacağı barədə aydın fikir artıq var və çox güman ki, bu həm də Amerika Birləşmiş Ştatları ilə məsləhətləşilib və razılaşdırılıb. Çünki trip marşrutunun əsas maliyyə mənbəyi Amerika Birləşmiş Ştatlarıdır. Və bu baxımdan düşünürəm ki, Rusiya bu məsələdə nə qədər də ciddi cəhd göstərsə, Ermənistan öz istədiyini edə biləcək. Cavanşir müəllim, biz bir qədər öncə Nikol Paşinyanın ümumiyyətlə açıqlamalarından danışdıq və xüsusilə də Türkiyə ilə normallaşma istiqamətində atılan addımlara toxunduq. Eyni zamanda biz nəyin şahidi oluruq? Hansı ki, Türkiyəni qıcıqlandıra biləcək addımlar var ki, artıq onlardan geri addım atılır. Xüsusilə də Ağrı dağı ilə bağlı bu simvollar aradan qaldırılır. Mən xahiş edəcəm həmin fotonu təkrar monitora təqdim edək ki, Vaqan Xaçaturyanın biz əvvəlki görüşlərində əgər o tablonu divarda görürdüksə, artıq onun ortadan qaldırıldığının da şahidi oluruq. Bu addımlar həqiqətən də Ermənistan cəmiyyətində bu ideologiyanın sıfırlanmasına hesablanmış addım kimi qiymətləndirilə bilərmi və yaxud da sualı bu şəkildə qoyaq ki, müxalifət onsuz da aksiyalara, mitinqlərə çağırış edir. Belə addımlar onları daha da qıcıqlandırıb insanların küçəyə çıxmasına səbəb ola bilərmi? Bəli, bu addımlar əslində Türkiyə və Ermənistan, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinin tərkib hissəsidir. Və tənzimlənmənin əsas şərtləri nədən ibarətdir? Əslində, ərazi iddialarından Ermənistanın əl çəkməsi və bu kimi nümayişkaranə şəkildə tablonun asılması və yaxud Ağrı dağa sahib olmaq iddiası və s. Necə ki, Qarabağ ərazisi də sahiblik kimi bu da bir daimi ermənilərin iddiası olub həmişə. Amma Ermənistan hökuməti bu tənzimlənmə prosesində aydın məsələdir ki, bu addımları atacağına söz verib, buna razılaşıb və ümumiyyətlə düşünürəm ki, bugünkü Ermənistan hökuməti mövcud reallıqları çox yaxşı dərk edir və açıq şəkildə də bunu bəyan edir. Hətta hökumət başçısı ki, qonşu dövlətlərlə münasibətləri tənzimləmədən Ermənistanın heç bir inkişaf perspektivi yoxdur. Və eyni zamanda Ermənistan hökumətinin Ermənistan cəmiyyətində 10 illiklər, 100 ildən də çox müddət ərzində daşlaşmış stereotipləri dağıdır bununla. Məsələn, genosid sözdə yalancı soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidəyə münasibətdə, eləcə də bu tablonun yığışdırılması, sərhəd keçid məntəqələrində vurulan ştamplardan Ağrı dağın əksinin götürülməsi kimi məsələlər artıq onu göstərir ki, Ermənistan hökuməti bu barədə qəti qərar verib
və bu həm də Türkiyənin və Azərbaycanın tələblərinin yerinə yetirilməsi deməkdir. Bu əlavə qıcıq yaradırmı? Əlbəttə yaradır. Çünki cəmiyyətin bir hissəsində hələ də keçmişə bağlılıq, daha doğrusu xəyali keçmişə bağlılıq çox güclüdür. Necə ki, yüzillərlə onlar Böyük Ermənistan xəyalı qurublar və onunla dərhal və birdəfəlik vidalaşmağı da hamı bacarmır. Elə seçkilərin nəticələri də onu göstərir ki, Ermənistan cəmiyyətinin hələ də bir qismi var ki, onlar bu xülyadan hələ uzaqlaşmayıblar. Və ona görə bundan istifadə edərək müxalifət qeyri-sabitlik yaratmağa cəhd göstərə bilər. Amma düşünürəm ki, onlar indiki halda çoxluq deyil. Hətta seçkinin nəticələri belə Ermənistan cəmiyyətindəki real vəziyyəti əks etdirmir. Çünki tutaq ki, Ermənistan blokunun topladığı 9% Koçaryan rəhbərlik etdiyi 9%-dan bir qədər çox 10%-ə yaxın səs təxminən reallığa uyğundur. Çünki Koçaryan 10 il özü, 10 ildə onun təyin etdiyi adam Ermənistanı idarə edib və onlar böyük bir klan yaradıblar. Bu klanın imkanları genişdir və bu imkanlar sayəsində onlar 9-10% səs toplaya bilərdilər. Amma Samvel Karapetyanın 23% səs toplaması bu reallığı əks etdirmir. Çünki Samvel Karapetyanın Ermənistanda Robert Koçaryan kimi dayaqları yoxdur, klanı yoxdur. Onun sadəcə orada iqtisadi obyektləri var ki, çox böyük gəlir gətirən və çox sayda adamları işlədən. Əslində seçki təbliğatı ərəfəsində Samvel Karapetyanın adından rüşvətlərin verilməsi məsələsi gündəmə gəlmişdi. Bəlkə elə o 23% azdan çoxdan yığılan həmin faizlərdir. Onun şirkətinin işçiləri vasitəsilə paylanılan pullar nəticəsində 23% səs əldə olunub. Yəni, bu cəmiyyətdəki əsl əhval-ruhiyyəni əks etdirmir. Ona görə buradan çıxış edərək biz o qənaətə gəlmək olar ki, bu kimi hökumətin atdığı bu kimi addımlardan istifadə edərək müxalifətin böyük bir təhlükə yaratmaq imkanları yoxdur hal-hazırda. Bir seçkidən danışırıqsa bu məsələni mütləq vurğulamalıyıq. Çünki maraqlı bir addım atılıb Ermənistan hakimiyyəti tərəfindən. Bir qanun layihəsi hazırlanıb. Söhbət nədən gedir? Hraparak nəşrinin bununla bağlı bir informasiyası var. Gəlin nəzər yetirək. Söhbət nədən gedir? Ermənistanda hakimiyyət xaricdə yaşayan vətəndaşların seçki hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Qanun layihəsinin əsaslandırılmasına görə Rusiyadan Ermənistana gələn Ermənistan vətəndaşları seçkidə müxalifəti dəstəkləyirlər. Bu qanun layihəsi icrası artıq hazırlanıb. İndi təsdiqlənərsə bundan sonraki proseslərdə nə baş verəcək? Rusiyanı qıcıqlandıra biləcək addımlardan biridir. Hətta xatırlayırsınızsa yüzlərlə insan göndərilmişdi Ermənistana. Hətta Ermənistan da bunun qarşısını almaq üçün, seçkidə onların səsini müəyyən faizini azaltmaq üçün dedilər ki, gələn kimi hava limanından birbaşa cəbhəyə yola salınacaqlar. İndi bu qanun layihəsi nədən xəbər verir? Bu qanun layihəsi indiki durumda hökumət tərəfindən məntiqli addımdır və bu qanun layihəsinə görə ilin ən azı yarısını Ermənistanda yaşamayan erməni vətəndaşının səs vermək hüququ yoxdur. Yəni 365 günün ən azı yarısını, yəni 184 gün ən azı yaşamalıdır ki, Ermənistanda o səs vermək hüququna malik olsun. Bu da təbiidir, çünki dünyada ermənilərin sayı Ermənistanda yaşayandan 3-4 dəfə çoxdur və onlardan manipulyasiya vasitəsi kimi hər zaman istifadə olunur və xüsusilə Rusiya tərəfindən bu geniş şəkildə istifadə olunmağa cəhətlər göstərilir və bunun qarşısını almaq üçün Paşinyan hökuməti doğrudan da ağıllı bir addım atıb deyə bilərik. Çünki bu ölkədə sabitliyi təmin etmək məqsədi ilə atılan bir addımdır. Və əminəm ki, bu qanun layihəsi də parlamentdə qəbul olunacaq, çünki parlament çoxluğu Paşinyanın tərəfindədir. Və ondan sonra kənar müdaxilələr yenə də qismən azalmış olacaq. Amma bu kənar müdaxilələr, indi baxın, Rusiya Ermənistana qarşı hal-hazırda kökə və qamçı siyasəti yeridir. Siz də bayaq xəbərdə elan etdiniz ki, buğda göndərilir Azərbaycan üzərindən. Bu hər həftə göndərilir Ermənistana. Bir tərəfdən 10.000 tonlarla buğda göndərilir, digər tərəfdən hədə-qorxu gəlinir Ermənistana. Amma düşünürəm ki, əslində Rusiyanın indi imkanları çox azdır Ermənistanda
vəziyyəti sabitliyib pozmaq üçün. Çünki özünün başının qarışdığı müharibə bir tərəfdən, digər tərəfdən Ermənistan daxilində Rusiyanın nüfuzu kifayət qədər aşağı düşüb və son 5-6 ildə baş verən hadisələr Ermənistan cəmiyyətini əslində kifayət qədər ayıldıb. Yəni hadisələrə daha pragmatik baxmaq vərdişinə yavaş-yavaş yiyələndirlər və onlar cəmiyyətin böyük bir hissəsi artıq başa düşür ki, Türkiyə və Azərbaycanla münasibətlər yaxşılaşmadan, tənzimlənmədən Rusiya onlara heç bir dəstək göstərə bilməz. Yəni Rusiyanın dəstəyi kifayət etməz ermənilərin o öz aqressiv planlarını həyata keçirmək üçün. 90-cı illərdə bu niyə mümkün olmuşdu? Çünki hələ də insanlar biraz Sovet düşüncəsi ilə düşünürdülər və hələ də Rusiyanın Ermənistanda mövqeyi çox güclü idi və o elə bayaq biz istinad etdiyimiz sənədlərlə Ermənistanı faktiki olaraq özünün bir əyalətinə çevirmişdir. Bəli, forpostu hesab edir. Bəli, bəli. Amma indi vəziyyət başqadır. Müharibədən sonra yaranan yeni reallıq Rusiyanın Cənubi Qafqazda təsirini minimuma indirib. Və bu baxımdan və həm də indi nəzərə almalıyıq ki, indi Cənubi Qafqaza qarşı Rusiya tərəfindən atılacaq hər bir addım eyni zamanda Türkiyə tərəfindən cavab addımına səbəb ola bilər. Bu amil də öz rolunu oynayır və ona görə də nə qədər Ermənistana hədə qorxu gəlsə də, Rusiyanın Ermənistanda əvvəlki dövrdə olduğu kimi böyük təlatümlər yaratmaq və yaxud dövlət çevrilişi etmək və yaxud uzun müddətli qeyri-sabitlik yaratmaq imkanları yoxdur. Biz Rusiyanın təsir qüvvələrindən danışırıqsa və xüsusilə də cəmiyyətdəki nüfuzundan danışırıqsa, dedik ki, cəmiyyətdəki nüfuzu artıq demək olar ki, minimuma endirilib. Amma təsir uçaqları hələ də var, xüsusilə də gümrük bazası burada tez-tez gündəmə gətirilir. Gümrük bazasının aqibəti sizcə necə olacaq? Məsələn, Avropa bu qədər aktivlik göstərir, Türkiyə ilə Azərbaycanla münasibətlər normallaşır. Bütün bu proseslər Ermənistanda real əməli addımlara keçəndən sonra, layihələr artıq həyata keçiriləndən və nəticə əldə olunandan sonra biz 44-cü ildən daha tez gümrük bazasının Ermənistanı tərk etməsini görə bilərikmi? Bəli, nəzəri cəhətdən bu mümkündür. Ermənistanın Avropa ilə münasibətləri bir qədər şişirdilmiş təqdim olunur Ermənistan cəmiyyətində. Əslində, Ermənistanın Avropa İttifaqına qəbul olunmaq imkanı yoxdur. Yəni, hələ bir neçə 10 illik ərzində belə bir imkanı olmayacaq. Bəlkə ən azı 30-50 il ərzində. Amma əlbəttə cəmiyyəti yönləndirmək üçün, bir də Rusiyaya meyli azaltmaq üçün Ermənistan hökuməti düşünürəm ki, bundan məqsədli şəkildə istifadə edir. Nə Avropanın Ermənistanı öz sıralarına qəbul etmək niyyəti var, nə də Ermənistanın ora üzv olmaq imkanları var, potensialı var. Amma münasibətlər yaratmaq baxımından Ermənistan müstəqil dövlət kimi əlbəttə Avropa Birliyi ilə də, Amerika Birləşmiş Ştatları ilə də, Şərqlə də, Qərblə də istədiyi münasibətləri qura bilər və buna görə Rusiya qarşısında heç bir öhdəlik daşımır. Rusiya siyasətçilərinin irəli sürdüyü iddialar sadəcə absurddur və gülünçdür, çünki bu bir ayrı, müstəqil bir dövlətdir, ən azı de jure. Hüquqi nöqteyi nəzərdən ayrıca bir müstəqil dövlətdir və istədiyi dövlətlə və ya dövlətlər birliyi ilə istədiyi münasibətlərə girə bilər. Sadəcə Rusiya siyasi dairələrində Ermənistana həmişə sözə baxan bir vassal kimi baxılıb. Ona görə bu vərdişdən də onlar hələ uzaqlaşmayıblar. Ona görə təzyiqlər, hədə qorxular gəlir, amma Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin yaxınlaşmasında həm Ermənistan, həm Avropa İttifaqı özü maraqlıdır. Və Avropa İttifaqının marağı birinci növbədə özlərinin pragmatik maraqlarına rəli gəlir. Yəni, Şərq-Qərb dəhlizinin tam şəkildə, tam keyfiyyətli şəkildə işə düşməsində onlar maraqlıdırlar. Ümumiyyətlə, Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdırlar. Və ona görə Avropa İttifaqı da Rusiyanın bu hədələri qarşısında Ermənistana öz dəstəyini daim nümayiş etdirir. Və bugün Avropa İttifaqı Komissiyasının prezidentinin də orada olması ilə bu dəstəyin bir nümayişidir.
Aydın, Cavanşir müəllim, bir qrafikamız da var. Mən xahiş edəcəm onu da monitora təqdim etsinlər. Söhbət Ermənistandakı struktur dəyişikliyindən gedir. Bu struktur dəyişikliyi təkcə parlamentdə nümayiş olunmur. Eyni zamanda biz bunu hərbi silahlarda da görürük, yəni komandanlıqda da görürük. Elə qrafikamızda bundan danışır. Ermənistan hakimiyyətindən növbəti kadr dəyişikliyinin gözlənilir. Hakim Vətəndaş Müqaviləsi Partiyası parlamentin Müdafiə və Milli Təhlükəsizlik Məsələləri Daimi Komissiyasının sədri Andranik Köçəryanın həmin vəzifəni davam etdirməməsi barədə daxili siyasi qərar qəbul edib. Andranik Köçəryanın vəzifədən uzaqlaşdırılmasının konkret səbəbləri barədə hakimiyyət hələlik heç bir açıqlama vermir deyə Jogovurt qəzeti yazır. Tamaşaçılarımızın da diqqətinə çatdırım ki, məqalədə həmçinin qeyd olunub ki, hakimiyyət Andranik Köçəryanın yerinə Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin üzvü, keçmiş Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşı Armen Xaçatryanın namizədliyini nəzərdən keçirir. Armen Xaçatryan artıq hakimiyyət daxilinə siyasi dəstək qazanıb və komissiya sədrliyi vəzifəsinə əsas namizəd də hesab olunur deyə məqalədə vurğulanır. Burada diqqət çəkən başqa bir məqam var. Paşinyan seçki və seçki təbliğatı zamanı, seçki öncəsi və təbliğatı zamanı belə bir ifadə işlətmişdi ki, mən seçilərsəm heç bir dəyişikliyə getməyəcəm. Yəni, bugün struktur rəhbərləri olduğu vəzifələrdə də qalacaqlar. Sanki Paşinyan həm də ona dəstək olanlara xəyanət etmiş kimi təqdim olunur indi. Bu həqiqətənmi belədir, yoxsa bu islahatların arxasında başqa bir məqsəd mi dayanır? Söhbət nədən gedir? Ermənistanın daxilində nə baş verir? Belə düşünmürəm. Parlament seçkilərindən sonra müxtəlif vəzifələrdə şəxslərin dəyişməsi bu təbii bir prosesdir və bütün ölkələrdə müşahidə olunan prosesdir. Və məsələn, parlament sədrinin dəyişilməsi baş verdi bundan daha öncə. İndi komitə sədri Köçəryanın dəyişdirilməsi haqqında elan verilib, bəyanat verilib. Bunlar düşünürəm ki, normal proseslərdir. Yeni parlamentdə yeni simaların olması da ən azı ictimai-siyasi görüntünü, mənzərəni daha da maraqlı edir. Bu, həm də bir seçki prosesinin, necə deyərlər, bir üsuludur. Yəni, vaxtaşırı olaraq vəzifə sahiblərini dəyişərək yeni bir simaları üzə çıxartmaq və cəmiyyətlə dialoqu aktivləşdirmək üçün. Və nə Alen Simonyan tərəfindən, nə Köçəryan tərəfindən buna görə Paşinyana qarşı hansısa bir demarş olacağını gözləmirəm. Onlar ola bilər ki, yenə də həmin hökumət daxilində başqa vəzifələrə təyin olunsunlar. Amma Alen Simonyanın ötən gün bir açıqlaması var idi ki, mən siyasətdən getməyəcəm, amma parlamentdə də olmayacam. Nə deməkdir bu? Bəs necə təmsil olunacaq? O demək ki, ola bilər ki, hansısa bir hökumət vəzifəsində də təyin oluna bilər. Onun mer olacağı deyilirdi. Yəqin ki, Alen Simonyan bunu qəbul etməyəcək. Nə olacaq? Mer olacağı. Niyə ola bilməz ki, ola bilər? Çünki onunla bağlı özünün bir açıqlaması var idi ki, sadəcə Paşinyan məni satdı. Yəni, Paşinyanın bu addımlarını Paşinyanın satqınlığı kimi qəbul elədi. Dedi ki, yəni artıq onun yanında da olmayacaq, amma siyasətdən də getməyəcək. Bu, həm də, məsələn, müxalif yönümlü olacağının mı bir anonsu kimi dəyərləndirilməlidirmi? Amma kifayət qədər qərbpərəst insandır və Rusiyanın da qətiyyən sevmir açıqlamaları bu istiqamətdə. Olmaya da bilər və heç bir vəzifəyə də getməyə bilər. İstənilən halda Alen Simonyanın hadisələrə münasibəti Paşinyanın münasibətlərindən heç də fərqlənmir. Yəni, onlar eyni baxışlara sahib adamlardılar və uzun müddət də eyni partiyada təmsil olunurlar. İndi yaşayarıq, görərik, amma bu kimi dəyişikliklərə hansısa proqnoz vermək çox çətin məsələdir. Çünki kimin hansı planı olduğundan bizim xəbərimiz yoxdur. Bu, Simonyanın gələcəyi necə olacaq, Köçəryanın gələcəyi necə olacaq, bunu Paşinyan bilir hal-hazırda və o da bu barədə heç bir açıqlama vermir. Amma zaman keçdikcə biz onların hansısa yeni vəzifələrə təyin olunduğunu da görə bilərik və sizin dediyiniz kimi ümumiyyətlə təmsil olunmayacağını da görə bilərik. Bəli, mülki müqavilə partiyasından uzaqlaşdıqlarını da görə bilərik. Aydındır. Çox təşəkkür edirəm Cavanşir müəllim gəldiyiniz üçün, suallarımızı cavablandırdığınız üçün. Cənubi Qafqazdan, xüsusilə də Ermənistandan danışdıq.